Salam dostlar. Dərslərimiz davam edir. Bugünkü dərsimizdə OEP-ni öyrənəcəyik. OEP-nin əsas məqsədi nədir? İş prinsipi nədən ibarət? OEP ingilis dilində Object Oriented Programming deməkdir. Azərbaycan dilində əsas mənası obyekt yönlü proqramlaşdırma. Bildiyiniz kimi Kotlin dili obyekt yönlü bir dildir və müxtəlif belə deyək klasslardan bir neçə obyektlər yaradaraq, bir çox obyektlər yaradaraq istifadə edə bilir. Bu da bizim iş prinsipimizi daha da rahatlaşdırır və kodlarımızın oxunaqlığını daha da yüksəldir. Məsələn, biz hər hansı bir maşın haqqında bir proqram yazırdıq. Artıq bir klassın içərisində müəyyən dəyişənlər yaradırdıq ki, startdır, stopdur və yaxud da digər funksiyalar qeyd edirdik və həmin klassın obyektini yaradaraq həmin, məsələn, Mercedes-dir, BMW-dir, Hyundai-dir, Kia-dır, bunlar içərisində həmin əməliyyatları icra edirdik. Artıq, məsələn, biz bunları ayrı-ayrılığında, hər birini ayrı-ayrılığında yazıb vaxtımızı itirmirdik. Nə də ki, kodlarımızın səliqəsiz olduğunun qarşısını alır. Yəni, səliqəsiz kodlar gələcəkdə siz, məsələn, hər hansı bir işlə işləyəndə, yəni sizdən sonra gələn işçi və yaxud da sizdən əvvəl olan işçi, yəni bir-birinizi başa düşməyiniz əsas kodlar əsasında olacaq. Yəni, kodları siz daha səliqəli yazsanız, sizdən sonra gələn işçi də normal şəkildə başa düşəcək, sizdən sonra əvvəl olan işçi də normal yazsa, siz onun yazdığını başa düşəcəksiniz. Çünki obyekt yönlü proqramlaşdırma əsas məqsədi odur ki, işimizi daha da sadələşdirmək və kodları daha da oxunaqlıq eləmək. Baxın, burada da qeyd etmişəm ki, niyə OEP-dən istifadə edirik? Kodun təkrar istifadəsi, yəni məsələn, bir dəfə yazılmış klass başqa yerlərdə istifadə oluna bilər. Modul şəklində işləmək. Modul şəklində işləmək deyəndə dostlar, əsas məqsəd odur ki, məsələn, biz böyük proqramlar yazanda burada bizdə müxtəlif modullar olur və həmin modullarda bir-birlərindən asılacağı olmur. Məsələn, tutalım ki, bizim böyük bir application var. Bir tərəfdə app'lər işləyirlər, bir tərəfdə dizayn işləyir, bir tərəfdə biznes işləyir, bir tərəfdə tutalım ki, SQL baza işləyir. Yəni, bunlar hər biri ayrı-ayrı modullar içərisində yazılır ki, kodları bir-birindən konflikt yaratmasın. Və yaxud da ki, bizdən sonra və yaxud da bizdən əvvəl olan işçilər tamamilə mövzunu anlaya bilsinlər. Hardan nəyə götürəcəklərini, harda necə istifadə edəcəklərini rahatçılıqla öyrənə bilsinlər. Və yekun olaraq OEP-nin əsas mövzuları bundan ibarətdir ki, class və obyektlər, encapsulation, inheritance, polymorphism və abstraction. Bunlar haqqında bu bölümümüzdə hər bir haqqında ayrı-ayrılığında dərsləri olacaq və mən ümumilikdə klasslar və obyektlər haqqında məlumat vermişəm. Lakin bunlar kiçik məlumatlar idi ki, sizin Kotlinə ilk baxışınız olsun. Yəni rahatçılığınız olsun. Artıq biz burada klassları və obyektləri öyrənərək encapsulation nədir, inheritance nədir, polymorphism nədir, bunları rahatçılıqla öyrənə biləcəyik. Bunlar hər biri başqa-başqa içərisində prinsiplər var. Bunları mütəmadi olaraq intervyularda sual verirlər ki, məsələn, inheritance nədir? Inheritance, bax burada gördüyünüz kimi irsiyyət yazmışam. Həmçində miras almaqdır. Sonra encapsulation nədir? Onu qablaşdırmaq. Məsələn, tutalım ki, hər hansı bir bizim bir dəyişən yaradırdıq. Digər dəyişən içərisində, məsələn, obyekt içərisində onu çağırırdıq və yaxud da digər klassda onu çağırırdıq. Biz məsələn, hər bir dəyişəni digər klassda çağırmaq məcburiyyətində deyilik və yaxud da ki, orada istəyirik ki, məsələn, onun qarşısı alınsın, ancaq bizim yaratdığımız klass ancaq bir hissədə bir dəyişən istifadə eləsin. Yəni, digər hissələrdə həmin dəyişəndən istifadə etməsinlər. O halda encapsulation'dan istifadə edilir. Polymorphism eyni, baxın, çox formalıq deməkdir. Yəni, eyni formada bir neçə hissədə işlənə bilər. Yəni, bunun baza dili bir olur. Yəni, müxtəlif yerlərdə özünü müxtəlif cür göstərə bilər və abstraction da bildiyiniz kimi abstraksiya deməkdir. Yəni, əsas məqsəd bugünkü dərsimiz, yəni OEP-nin ilk baxışı necə olar, onu öyrəndik və gələn dərsimiz olacaq klasslar və obyektlər. Ondan sonra isə artıq biz encapsulation, inheritance haqqında və yaxud da digərləri haqqında məlumat öyrənəcəyik. Bugünkü dərsimiz bu qədər. Dərsi bəyəndisə like etməyi unutmayın. Kanalımıza abunə olun, dostlarınızla paylaşın. Yəni kanalda abunə sayı çox azdır. Xahiş edərdim ki, sizlər də mənə dəstək olasınız və burada mənim əsas məqsədim bu formatda bizim YouTube-da və yaxud da ki, Face-də, yəni elə bir platforma yoxdur. Mən də istərdim ki, sizlər Face-də olan dostlar da mənə dostluq da göndərə bilərlər kanalıma, qoşula da bilərlər. Yəni bu dərsləri hər bir kəsə çatdıraq ki, buna imkanı olmayan və yaxud da maddi büdcəsində çətinlik olan və yaxud da öyrənmək istəyən insanlar istənilən zaman, məsələn, bəzi insanlar var, müəyyən işlərdə işləyirlər, lakin oxumağa və yaxud da öyrənmək istəyirlər, onların ona hansısa kursa getməyə və yaxud maddiyyatı çatmır və yaxud da vaxtı çatmır. Ona istənilən vaxtı evdə də oturub rahatçılıqla baxıb öyrənə bilərlər. Və özəl olaraq da, məsələn, tutalım ki, Kotlin dilini, Android sistemini
tam rahatçılıqla öyrənmək istəyən yoldaşlar mənlə əlaqəyə çıxa bilərlər. Mən onu belə özel olaraq dərslər də keçirəm və Android'in daha dərinliklərini öyrənə bilərlər. Bugünkü dərsimiz bu qədər. Gələn dərs görüşənədək. Sağ olun.